Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Məsmə Surxayeva. Bugün sizə yeni bölmənin izahını verəcəm, 8-ci bölmənin. Bu bölmə insan sağlamlığı və ətraf mühit haqqındadır. İnsanın sağlamlıq problemlərinə gələncə, hər bir insan sağlamlıq problemi ilə üzləşə bilər. Vaxtından qabaq qocalmaq və xəstəliklərin inkişafı çox vaxt orqanizmin həyat şəraitinin pisləşməsinə gətirib çıxarır. Bir sıra xəstəliklər var ki, insandan digər insana keçə bilir. Bunlar infeksion xəstəliklər adlanır. Lakin digər xəstəliklər qeyri-infeksion xəstəliklərdir ki, bunların da sayı günümüzdə getdikcə çoxalır. Dünya Səhiyyə Təşkilatının hər il sağlamlıq haqqında məlumat məruzə çap edir və bu məlumatlara əsasən qeyri-infeksion xəstəliklər ildən ilə artır. 2023-cü ildə ölənlərin 70%-dən çoxu məhz belə xəstəlikdən dünyasını dəyişib. Qeyri-infeksion xəstəliklər o deməkdir ki, yəni keçici deyillər. Bunlara məsələn aiddir 44% insanın ürək xəstəlikləri. Yəni bu xəstəliklərdən 44% insan günümüzdə əziyyət çəkir. 22% onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 10% respirator, 4% isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Lakin bundan əlavə yoluxucu xəstəliklər də az deyil. Məsələn, atmosferin çirklənməsi insanların xəstəliklərin, tənəffüs yolları xəstəliklərinin artmasına gətirib çıxarır. Suyun çirklənməsi həzm orqanları, dizenteriya xəstəliyinin, qarın yatalağı, vəba kimi xəstəliklərin yayılmasına gətirir çıxarır. İndi bu bölmənin ilk mövzusuna keçək. İlk mövzusu orqanizmin qoruyucu sistemidir. Orqanizm bir sıra xəstəlikdən özünü qorumaq xüsusiyyətinə malikdir. Təbii ki, bu qoruyucu sistem özü patogenlərdən qorumaq üçün immun sistemi vacib rol oynayır. Patogenlər nədir? Patogenlər bakteriya, virus və digər mikroorqanizmlərin canlılarda xəstəlik törətməsinə səbəb olurlar. Və bu patogenlər insan orqanizminə ya birbaşa yolla, ya da ətraf mühit amilləri ilə orqanizmə daxil ola bilir. İlk öncə onlar orqanizmə daxil olduqda orqanizmin xarici müdafiə səthi olan dəri ilə rastlaşırlar. Lakin sağlam dəri patogenlərin və digər mikrobların orqanizmə düşməsinin qarşısını alır. Əgər dəri zədələnibsə, onlarda xüsusi bir dəri bariyeri zədələnmişsə, yaralar, çapıqlar varsa, bunlar vasitəsilə həmin yaradan, çapıqdan mikroblar, patogenlər insan orqanizminə daxil ola bilir. İndi gəlin görək mövzumuzda nələr var. Patogenlər, immunitet, antigen və anticism haqqında danışacaq. Deməli, bakteriya, virus və digər patogenlər canlılarda xəstəliklərə səbəb olur. Patogenlər insan orqanizminə birbaşa əsasən ətraf mühit amilləri, hava, su və qida ilə daxil olurlar. Bunu yadda saxlayaq. Onlar həm də bir şəxsdən digərinə birbaşa yaxud dolayı təmas yolu ilə, məsələn, ağcaqanad, milçək vasitəsilə yayıla bilir. Bu nə deməkdir? Təmas yolu ilə yayılanlar ağcaqanadların, məsələn, malyariya paraziti olan Anopheles cinsindən olan ağcaqanad insanı sancdıqda, insanın tüpürcək vəzilərində olan həmin mikroblar, xəstəlik törədiciləri insanın bədəninə keçir və beləliklə ağcaqanad həmin xəstəliyin yayılmasına səbəb olur. Və yaxud milçəklər özləri ilə gətirdiyi ətraf mühitdən çirkəb vasitəsilə gətirdikləri xüsusi bir dizenteri amöbinin sistalarını yuyulmamış tərəvəzlərin, meyvələrin üzərinə qoyur və biz bu meyvələrlə, tərəvəzlərlə qidalandıqda həmin xəstəliklərə tutuluruq. Bunlar təmas vasitəsilə baş verir. Yoluxmuş şəxsdən sağlam insana keçən xəstəliklərə yoluxucu infeksion xəstəliklər deyilir. Məsələn, xəstəliklər burada fəaliyyət hissəsində bizə verilib. Deyir ki, tənəffüs yolları xəstəliklərinə qrip, angina, qızılca, göy üskürək, vərəm və su çiçəyi daxildir. Bəli, çünki bunlar tənəffüs yolu xəstəlikləridir ki, tənəffüs yollarında müxtəlif xəstəliklər törədirlər. Bunlar aiddir əsasən hava damcı yolu ilə yayılan xəstəliklərə. Deməli, ikinci A-ya 2 uyğundur.
Sonra bağırsaq xəstəlikləri, dizenteriyadır, qarın yatalağıdır, vəbadır, hepatitdir. Bu kimi xəstəliklər qida vasitəsilə, su vasitəsilə yayıla bilir ki, və yaxud çirkli əllər vasitəsilə. Bunlara da B-yə uyğundur 1. Sonra qan xəstəlikləri malyariyadır, gənə ensaflidir ki, bunları gənələr yaradır. Malyariya xəstəliyini də dedim ki, ağcaqanadlar yayır. Bunlar əsasən təmas qan sovranların vasitəsilə yayılırlar. Məsələn, ağcaqanaddır, gənədir, birə, bit bu kimi heyvanlar vasitəsilə yayılır. Bunlar C-yə 4 aiddir. Dəri xəstəlikləri qutulluqdur, Sibir xorasıdır ki, təmas vasitəsilə yayılır. D-yə 3-cü aiddir. Sonra orqanizmə xəstəliklərə qarşı qoruyucu vasitələri olmasaydı, mikroorqanizmlər orqanizmimizə daxil olub, insanda və yaxud heyvanlarda daha çox fəsadlar törədərdilər. Təbii maneələrlə qarşılaşır orqanizmə mikroblar, patogenlər daxil olduqda və bunlar immun sistemi tərəfindən məhv olunurlar. Təbii maneələr ilk olaraq fiziki və kimyəvi maneələrə ayrılır ki, bunlara dəri, silikli qişalar, göz yaşı, qulaq kiri, silik və mədə turşuları daxildir. Bizə burada şəkildə verilən göz yaşı vəzisidir. Gözün bir küncündə yerləşir, daha doğrusu göz çuxurunun belə deyək, kənarında yerləşir göz yaşı vəzisi və vaxt daşırı orada göz yaşı əmələ gəlir. Bu da gözü yuyur və gözü daim tozdan, çirkdən yuyur. Yuması nəticəsində həmin göz yaşı vəzisinin suyunun artığı göz yaşı kanalına yığılır və göz yaşı kisəsi vasitəsilə burun boşluğuna tökülür. Burun boşluğundan da xaric olur. Dəri infeksiyaların orqanizmə düşməsinin qarşısını ala bilən fiziki bir maneədir. Çünki o yalnız zədələndikdə, bayaq qeyd etdiyim kimi, məsələn, yara, həşərat sancması və yaxud yanıq, çapıq olanda mikroorqanizmlərin təsirinə mane ola bilmir. Həmin o mikroorqanizmlər yara vasitəsilə, açıq çapıq vasitəsilə orqanizmə daxil ola bilirlər. Və bu zaman orqanizmdə həmin xəstəliklərə qarşı immun sistemi fəaliyyətə başlayır. Digər tərəfdən ağız suyudur, silikli qişalardır ki, bunlar da orqanizmin qoruyucu vasitələrindən biridir. Bunlar silikli qişanın hüceyrələri silik ifraz eləyir və kimyəvi maneə rolunu oynayırlar. Baxın, burada da qeyd olunub ki, kimyəvi maneə rolunu oynayır. Göz yaşı və ağız suyunun tərkibində lizosim, bu bir fermentdir. Fermenti bakteriyaların hüceyrə divarını parçalayaraq onları məhv edir. Deməli, həm göz yaşında, həm də ağız suyu vəzlərində lizosim fermenti var. Biz demişdik ki, həzmi keçəndə həmin ağız suyunda olan lizosim fermenti bakteriyaları məhv eləyir. Burada da qeyd edib ki, bakteriyaların hüceyrə divarını parçalayaraq onları məhv edir. Digər bir vasitə burun boşluğunun və tənəffüs yollarının divarları siliklə örtüldüyündən nəfəs aldığımız havanı qismən zərərsizləşdirir. Çünki burnumuzda silik ifraz edən vəzlər var. Digər tərəfdən kipriklər var ki, həmin kipriklər titrəyərək toz damcısını, mikrobları burundan uzaqlaşdırır. Amma bu bariyeri aşıb keçən mikroblar əgər tənəffüs yoluna daxil olarsa, burada onlar digər tərəfdən nəfəs borusunda olan mikroorqanizmləri məhv edən silikli hüceyrələrlə rastlaşırlar. Mikroorqanizmlər öskürərkən və ya asqırarkən çox sürətli bir şəkildə tənəffüs yollarını tərk edir. Burada qulaq kiri vəzisinin şəkli göstərilir. Qulaq kiri vəzisinin tərkibində kükürt maddəsi vardır və o bir sıra patogenləri qulağa daxil olmasının qarşısını almaq üçün bir uyğunlaşmadır. Digər tərəfdən burada tənəffüs yollarına aid bir şəkil göstərilib. Seliyin xaric edilməsi tənəffüs yollarının daxili səthindəki kiçik kipriklərin hərəkəti nəticəsində baş verir. Bu kipriklər əgər burun boşluğundan mikrobların keçib tənəffüs borularına, yəni nəfəs borusuna daxil olarsa, həmin kipriklər burada
titrəyərək həmin mikrobları öz kürək vasitəsilə uzaqlaşdırır tənəffüs yollarından. Həzm sistemində mədə şirəsi xlorid turşusu ifraz eləyir ki, xlorid turşusunun özü də bakteriyaları məhv eləmə xüsusiyyətinə malikdir. Məədaltı vəznin fermentləridir, ödün təsirindən bura düşən mikroorqanizmlər məhv olurlar. Bağırsaqların peristaltikası nəticəsində orada qida kütlələri həzm kanalından keçir, həzm olunmayan hissələri isə defekasiya vasitəsilə bədəndən çıxarılır. Bağırsaqların daxili qatını örtən hüceyrələrin yenilənməsi də zərərli mikroorqanizmlərin çıxarılmasına kömək edir. Ümumiyyətlə, yadda saxlayaq ki, bağırsaqların demişdik ki, daxili qatında epitel hüceyrələri var ki, xovlardır, epitel hüceyrələridir ki, bunlar vaxtaşırı zədələnə bilər. Ancaq bir neçə gündən bir bağırsağın həmin o epitel hüceyrələri yenilənir. Həmin yenilənmə nəticəsində də mikroorqanizmlərin çıxarılmasına kömək edirlər. İmmun sisteminə gəldikdə, immun sistemi özü təbii immunitet və pasiv immunitet olaraq, sonradan qazanılmış immunitet olaraq ikiyə ayrılır. Orqanizm təbii maneələrindən keçən təhlükəli mikroorqanizmləri tanımaq və yaxud məhv etmək üçün immun sistemini təşkil edən leykositlərdən və anticismlərdən istifadə edir. Leykositlər bilirik ki, ağ qan hüceyrələridir, leykositlər və fagositoz etmək xüsusiyyətinə malikdirlər. Onların əgər insan orqanizminə hər hansı bir patogen daxil olduqdan, leykositlər onları yalançı ayaqları vasitəsilə tutub udurdular fagositoz yolu ilə və bu hadisənin ilk dəfə Michnikov tərəfindən kəşf olunmuşdu. Anticismlər isə insan orqanizmində əmələ gəlir xüsusi antigenlərə qarşı. İmmunitet orqanizmin infeksiyalara qarşı müqavimət göstərmək və yad cisimləri zərərsizləşdirmək xüsusiyyətidir. Orqanizmə yad cisimlər düşdükdə yalançı ayaqlara malik leykositlər fagositoz yolla onları udur. Bunu qeyd etdim. Və xüsusi zülallar anticisimlər isə antitellər əmələ gətirir. Anticisimlər patogenin antigenləri ilə qarşılaşdıqda onları birbaşa zərərsizləşdirir. Orqanizmdə minlərlə fərqli anticisim istehsal olunur və hər anticisim ayrı bir antigen üçün spesifikdir. Bu nə deməkdir? Burada bizə şəkillər verilir və şəkillərdə diqqətlə baxsaq, görürük ki, qızılcanın xəstəliyini yaradan məlum bir patogen var və xüsusi çiçəyini ayrı bir patogen yaradır xəstəliyi, qrip ayrı, hər bir xəstəliyin özünün patogenləri var və o patogenlərdə antigenlər var. İndi biz diqqətlə baxsaq, görərik ki, qızılcanın antigeni görürsünüz belə bir formadadır. Və bu antigenə uyğun olaraq insan orqanizmimizdə immunitetimiz anticisim, antitel hazırlayır. Bu antitel antigen ilə kilit açar kimi birləşir və onun məhv olmasına gətirib çıxarır. Su çiçəyinin məsələn antigeninə biz deyə bilmərik ki, digər xəstəliyin anticismi təsir edir. Xeyr, su çiçəyinin özünün anticismi var, onu tanıyan, baxın görürsünüz quruluş cəhətdən bir-birinə oxşardır. Yəni bir-birinə açar kilit kimi keçir. Və yaxud digər patogenin qripin özünün anticismi var orqanizmində. Digər patogenlərin də ona oxşar anticismləri var. Və deyir ki, orqanizm yeni patogenlə birlikdə yeni antigen də daxil olur. Baxın, patogenin səthində antigen var. Hər dəfə orqanizm yeni antigenlə qarşılaşanda onu məhv etmək üçün antigenə birləşə bilən yeni anticism əmələ gətirməyə çalışır. Bu da mən indi dediyim kimi antigenlə birləşir və onu məhv edir. Digər tərəfdən immunitet biz dedik ki, təbii və süni olmaqla iki yerə ayrılır. Təbii immunitet özü də iki cür formada olur. Anadan gəlmə immunitet və sonradan qazanılmış immunitet. Anadan gəlmə immunitet odur ki, övlada ananın qanı ilə keçir bu immunitet və təbii immunitet sayılır. Məsələn, insan heyvan taunu ilə və yaxud donuz vəbası ilə yoluxmur. Bu onda insanda anadan gəlmə antitelin olması ilə əlaqəlidir ki, insan bu xəstəliklərə yoluxmur.
Ancaq qazanılmış immunitet odur ki, həmin xəstəliyi insan bir dəfə keçirir və onu bir dəfə keçirdikdən sonra artıq o insanın bədənində xəstəliyə qarşı antitel yaranır və bir daha o insan həmin xəstəliyi keçirmir. Məsələn, belə xəstəliklərə göy öskürəkdir, qızılcadır, su çiçəyidir ki, insan bu xəstəliyi keçirdikdən sonra onun qanında anticismlər və yaxud antitellər yaranır ki, və nəticədə bu insan bir daha bu xəstəliyə tutulur. Süni immunitet isə peyvəndlər vasitəsilə və yaxud müalicə zərdabları vasitəsilə olur. Tutaq ki, bir epidemiya yayılıb, həmin epidemiyanın qarşısını almaqdan ötürü, məsələn, biz koronavirus epidemiyasını gördük də, pandemiyasını. Koronavirusa aid bir sıra peyvəndlər kəşf olundu və bu peyvəndlər insanlar arasında müalicə məqsədi ilə profilaktik tədbir olaraq insanlara vuruldu. Peyvənd nə deməkdir? Peyvənd o deməkdir ki, həmin insan xəstəliyi, peyvəndin tərkibində həmin xəstəliyin öldürülmüş və yaxud zəiflədilmiş mikroorqanizmləri olur. Həmin peyvənd insan orqanizminə keçdikdə, insan orqanizmində ona qarşı qoruyucu anticism əmələ gəlir və bu xəstəliyə insan bəzən yoluxmur. Yoluxsa belə çox yüngül formada keçirir. Ancaq bu xəstəliklərə, məsələn, dövrümüzdə bugün COVID-ə qarşı peyvənd var. Çiçəyə qarşı uşaqlar arasında vərəm, çiçək, qızılca, polimielitit, yəni uşaq iflici kimi xəstəliklərdir ki, bunlara qarşı uşaqları vaxtaşırı peyvənd eləyirlər və yaxud yetkinlər arasında da peyvəndləmə var. Peyvənd immunitet yaradan aktiv immunitetdir. Çünki onu daxil etdikdən qısa bir zaman ərzində insanda artıq ona qarşı, xəstəliyə qarşı anticism əmələ gəlir. Müalicə zərdabları isə pasiv immunitet sayılır. Niyə görə pasiv immunitet sayılır? Çünki müalicə zərdabları, tutaq ki, insanı quduz it dişləyib və yaxud ilan sancıb, artıq bu xəstəliyə yoluxandan sonra insana zərdab vurulur bu xəstəliyə qarşı. Peyvənd isə yoluxmamışdan öncə qarşısını almaq üçün istifadə olunur. Müalicə zərdabı odur ki, quduz it insanı dişlədi və yaxud ilan sancdı. Ona tez yardım göstərmək üçün hazır anticismdir ki, həmin xəstəliyi keçirmiş heyvanın və yaxud insanın qanından əldə edilir. Serum vasitəsilə alınır və həmin serum həmin o xəstəyə vurulur. Bu zaman həmin insan sağalır. Ancaq bu müəyyən müddətdə fəal olur həmin o müalicə zərdabı. Peyvənd isə uzun müddət insanı qoruyur. İnfeksion xəstəliklərə isə burada yazılıb GITS, angina və qrip kimi xəstəliklər var ki, bunlara deməli, qarşı immunitet insan orqanizmində yaranmır. Çünki biz qripi, məsələn, mövsümi qripi bir dəfə keçiririk, bəzən olur ki, bir ay sonra yenidən təkrar keçiririk. Və yaxud anginanı bir fəsil ərzində bir neçə dəfə ola bilirik bir il ərzində. Bu deməkdir ki, insanda ona qarşı immunitet yaranmır. İndi gəlin, öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Deməli, burada bizə patogen bakteriyalarla birinci və ikinci yoluxmadan sonra insanın qanındakı spesifik anticism qatılığının zamandan asılılığını qrafiki təhlil edin. Deməli, fikir versək, birinci yoluxmada bu insanda anticismi miqdarı zaman keçdikcə artır, ikinci yoluxmada isə daha yüksəyə qalxır. Yəni, bu deməkdir ki, hər dəfə o insan artıq xəstəliyə yoluxanda onda olan anticismi miqdar qatılığı artır qanda. Digər tərəfdən bizə öyrəndiklərinizi yoxlayan hissəsində deyir, sxemi dəftərinizə köçürün və verilmiş anlayış və ifadələrdən istifadə edərək onu tamamlayın. Deməli, burada sxemin bu hissəsində yazılacaq immunitet. İmmunitet özü təbii və süni olaraq iki yerə ayrılır. Deməli, təbii immunitet və süni immunitet. Süni immunitet. Deməli, təbii immunitetə aiddir
irsən nəslə ötürülür. Yəni anadan döl vasitəsilə keçir və bu dedik ki, donuz vəbasıdır, it taunudur. Bu xəstəliklərə insan yoluxmur. Bu irsən nəslə ötürülür. İrsən nəslə ötürülür. Sonra keçirilmiş xəstəlikdən sonra yaranır. Bu təbii immunitetdir. Süni immunitetə aiddir peyvənd və müalicə zərdabları. Baxın, zərdab vurulduqdan sonra yaranır süni. Digər suala baxaq. İnfeksion xəstəliyin yayıldığı əraziyə gedən həkim özü ilə nə aparmalıdır? Peyvənd üçün maddə, vaksin, yoxsa müalicə zərdabı? Fikrinizi əsaslandırın. Deməli, infeksion xəstəliyin yayıldığı bir əraziyə gedibsə, həkim, xəstəliyi hələ ki yoluxmamış insanlara peyvənd vurulacaq. Çünki bu xəstəliyin qarşısını almaq üçün, yəni həmin xəstəliyi daha yüngül şəkildə keçirsin deyədir. Ancaq xəstəliyə artıq yoluxmuş şəxslərə isə müalicə zərdabı vurulacaq. Bu da insanlardan, xəstəlik keçirmiş insanların qanından və yaxud xəstəlik keçirmiş heyvanın qanından alınır. İnsan niyə soyuqlayanda tez-tez asqırır? Soyuqla bərabər immunitetimizə müxtəlif patogenlər daxil olur və bu patogenlər ilk öncə tənəffüs yollarındakı selektiv qişə ilə rastlaşır və onların kiprikli hüceyrələrinin qıcıqlanmasına səbəb olur ki, qıcıqlanma nəticəsində orqanizm müdafiə reaksiyası olaraq öskürür və asqırır və bu zaman həmin o patogenlərin toz infeksiyaları, damcı infeksiyaları, qrip və yaxud digər virus xəstəlikləri sürətlə həmin tənəffüs yollarından xaric olur və bu da ətraf mühitə yayılır və insanların kütləvi şəkildə xəstələnməsinə səbəb ola bilər. Buna görə də immunitetimizi qorumaq vacibdir. Yaxşı sağlam qidalanmaq lazımdır və tez-tez əllərimizi spirtləməliyik, sabunla yumalıyıq. Çünki patogenlər ilk öncə bizim dərimizin səthinə yapışır və o dərimizin baryerini qida vasitəsilə daxil ola bilər, tənəffüs yolları vasitəsilə daxil ola bilər ki, xəstəlik zamanı məsafəmizi qorumalı və maskadan istifadə etməliyik. Bu mövzumuzdan da bu qədər.